El-Bəsir. Gizli və aşkar, incə və ya böyük olmasından asılı olmayaraq, o görməsi ilə qeyb və müşahidə olunan aləmdə hər bir şeyi əhatə edəndir. El-Afu. O günahları silən və onların üzərindən keçəndir. Bağışlayandır. O günah sahibini cəzaya layiq olduğu halda cəzalandırmır. El-Ğafur. O günah edənin günahını gizlədən, başqalarının yanında günahını açaraq rüsvay etməyən və günaha görə dərhal cəzalandırmayandır. El-Ghaffar. Pak və uca olan Allahın, günah edən və bağışlanma diləyən quluna, məğfirətinin çoxluğuna dəlalət edən bir addır. Əs-Sittir. O, qulunun günahını örtən və buna görə xalq arasında rüsvay etməyəndir. Qulun özünün və başqalarının günah və eyblərini gizlətməsini sevir.